təbiətdə ən maksimum 4 fəsil var, düzdürmü? Amma fast fashionın gəlməsi ilə birlikdə 52 mikro fəsil formalaşdı. Dolayısıyla bu markalar 52 mikro fəsilə uyğun geyimlər, kolleksiyalar və qarderobumuzda olan məhsulları təqdim etməyə başladılar. Alış-veriş etdiyimiz zaman təbii ki, insan özünü xoşbəxt hiss eləyir. Yəni qısa müddətli də olsa müəyyən bir həzz almış olur, amma bunun gəlin ətraf mühitə və ümumiyyətlə yer planetinə təsirinə baxaq. Məsələn, bir tişörtün istehsal olunmasına, hazırlanmasına təxminən 2 tonun üzərində su istifadə olunur. Dolayısıyla bizim qarderobumuzda 10 tişörtün olması deyə bilərik ki, sevindirici haldır, amma bunun ətraf mühitə təsir perspektivindən bu məsələyə baxdığımız zaman bu 20 tonun üzərində suyun istifadə olunması, hətta mən deyərdim israf olması deməkdir. Və bu məsələdə, yəni alış-veriş qərarlarını verərkən 2 dəfə düşünməliyik ki, bizim ətraf mühitə vermək istədiyimiz təsir necə olmalıdır?